Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı başladı. Soy Production'ın təqdimatında. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qanoyalım. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qanoyalım. Yaşımı 20'ni yadlayıb keçir, yaşımı 20'ni adlayıb keçir. Gözlüyə bilmirəm il qanoyalım, özün dərdlərini bil qanoyalım. Alamını da ye. Öpür. Şeydir. Gel alamını da ye. Eşek, 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 eşek. Ağa, merhaba. Burada senden başka da adam var. Hadi yavaş ol, sesi başıma düştü. Ağzımı azma açıldak da. Hele bir günden körpü uşaq şeydi, öpüp. Muah, muah, muah. Başa düşməm. Ağzıma quluşitir qoyum. Mən belə yeyirəm danam. Qıran qabışqa. 2-3 dəfə ağzı çeynədin, cadıq, yemeği. Az əllə yemək ilə onu... Düşür, içindən düşür. Belə qəşəkdir, deyən görə. Ay, İşləyər səni dırnaqları ye, bəxtə ver. Bu ne bırakmasın ya? Canı azlar mürəffədir, o tutduğu yerdə. Onu qoy bura, o mənim mürəffəm, onu qoy bura. Bir qaşıq Vallahi sən saxla. Aşın qaşıq götürsün. Bilmiyorum lan bu hamısı yazıyorsun. Oo. Ay başına dönün, mənim malıma necə şərik çıxıblar bunlar. İndi görürsünüz də bir ailə kimiyik. Şeydir, nədir onun adı? Mama səncə sən heç nə xəbər verməyən. Sən xəbər verəndə pis xəbər verirsən. İstəyən görməz. Niyə ağzından vurursun arvadın? Qoy ağzında söz danışır. Mənim ağzımdan bura hələ anasından ölmür. Sən yavaş ha. Sən yavaş ha. Sən boğulacaqsan ha. Yox, yox, qulağım. Sən öləcəksən ha. Sən qəbərəcəksən ha. Mən mi? Hə, İndi bir ailə kimiyik də. bəli. Hə, bir yerdə yeyirik, bir yerdə içirik, bir yerdə otururuq, söhbət eləyirik, belə elə. Hə, dedim ki, siz də biləsiniz də. Sevda xanım, bax mən indidən deyirəm. Ağlımıza nə fikir gəlibsə, məndən əlimizi üzün. Mən dayısının kukulavız adımız olmaq istəmirəm. Ya meyke kişiyəm, mən vaxtında evlensəydim, indi həyatda mənim çolma çocuklarım üstü palçıqlı sizin üstünüzdə cümurdular. Səndən soruşan oldu ki, ya, kim doğub, kimdən doğub? Ne danışırsan? Başın xərəbdir sənin. Sən sözləyər oldu. İndi məsəl üçün deyirəm də. Məsəl üçün deyirəm də Sevda xanım. Yəni demək istəyirəm ki, mənə arxayın olub eləməyin. Nə iş görürsünüzsə. Ay, başımıza dönüm, nə cibilə düşmüşəm. Mən öyümü verirəm klinikaya. Mən öyümü 5 illik müqavilə ilə verirəm klinikaya. İndi onlarla mənim müqaviləm belədir ki, mənə də yoxlayacaqlar. Hər tərəfli, türkün məsəli. Ondan sonra dərmanımdır, yeməyimdir, içməyimdir, planımdır, beşməkanımdır. Hə. Onların hamısından məni təmin eləyəcəklər. Belə danışmışıq. Mama, bəs biz? Siz hər halda yekə adamlarsınız da, başınızın çarəsini taparsınız. Yedik. O saat bu çiynimə Atıram da, atıram. vermədim ki, əlində götürəsən. Ay mama, Hə. indi öz aramızda sən ciddisən? Yəni evi arendaya versən ya pis yaşayırdıq ki, bəyəm sən götürüb klinikaya ver. Yaxşı yaşayırıq. Hə? Bu nə biabırçılıqdır? Bala ananı saymır. Evə qulluqçu getirmişəm. Qızıma gözü düşür. Xorey pişirən getirmişəm. Xorey pişirmədən başqa nə istəyirsən eləyir? Bu yaxşı yaşamaqdır.
Dom Sovet kimi evim var maşallah. Verirəm də, ayda 5000 manat mənim qarnımı dəlmir ki. 5000 manatımı alacağam, qutardı getdi. Nə klinikasıdır elə? Deyəsən adı hər şeyi bacarandır. Hə, hər şey daxil. Hər şey daxil, hə. Ya hər şey daxildir. Hə. Hələ danışmışam onlarla, həftədə bir dəfə mənim özümə dəl gezdirəcəklər. Hə. Bu Hə. otaqlarda olacaq da, yəqin ki, hər İndi otaq düdün, elə bunlar mənə zəng eləyiblər ki, Hə. o arenda olan otaqları göndərin bizə şəkillərini çəkək, gedək otaqların şəkillərini çəkək göndərək. Sabah gəlirlər müqavilə bağlamağa. Məsələni issi-issi həll eləyək. Yaxşı deyirsən, amma mama, Hə. sən indi hesablamısan, indi azdan çoxdan bir 5000 də, hə? Aya 5000. Hə, 5000 inşallah. Oradan mənə nə düşür? 500. 500. Hə. Hər ay. Hər ay. 500-dür. Hə, hər il. Amma işləyəcəksən ha. Hə, işləyərəm. İşləyəcəksən. İşləyərəm, mən razıyam. İş amma görəcəksən. Mən razıyam. Hə, indidən başla iş görməyə. Hə, gedək onda. Telefonun özündə. Telefon böyle içərdə qalıb. Sən istəyirsən gir Yeri içəri. get, yerdə, yeri Sən gir başladı içəri, mən- işləməyə. Hə, Yeri. geçəcəm onda. Mənim telefonum hanı məhəbbət. Burada. Nə oldu, nə deyir mamam? Şurada gözünüz aydın. Mama bu evi verib arendaya. Mən də iş tap burada. Nə iş o? Sən həkimsən bəyəm? Sən uzaqbaşı bu xəstələrin altını təmizləyəsən də orada. O xəstələrin altını təmizləyəndə mən nə iş görəcəm, hə? Baxın, anası ona əl-ayağı təmiz iş verər. Reception'da oturar yəqin bu. Bir dəqiqə, onun reception işi verdi. Və mən? Maraqlı fikirlim. Hı? Amma mənə iş tapdı qaldı siz. Sən qapıda durarsan da. Gəlib gedənə deyərsən kimin yanına gəlibsiniz. Nəysə də məhəbbət. Siz oturun, bacı qardaş bir fikirləşin. Görün bu boyda klinikada sizə uyğun nə iş var. Yəni tapdınız, tapmadınız. Xəstə deyirsiz ki, yəni mama deyəcək ki, nə işiniz var, çıxın gedin də. Niyə? Skorpomuş maşınında sürərsən sən. Ha, yox, mənim sürmək mənlik deyil. Mən orada yəni savxoz işi olsa, əsl mənlik işi də, məhəbbət. Savxoza bax, deyir klinika qurub savxoz iş axtarır. Savxoz iş axtarsan get kəndə. Üzüyündən başlayım bir dənə belə. Hazırsan? Hə mama, bir dənə gözlə. Çəkirsən? Yox, sənə gəlirəm indi, bir dənə gözlə mama. Aha, gülümsə mama, gülüm. Aha, başla. Başladıq. Əziz həkim kollektivi. Bura mənim böyük otaqlarımdan biridir. Mən şəxsən buranı baş həkimin otağı eləyərdim. Əgər lazım olsa lap platni palata da eləmək olar. Pullu palatda. Hə. Deməli noxoş elə birini yatır orada, kırvatını qoyuruq yatır orada. Hə. Bir kırvatda qoyuruq bura. Deməli noxoşun yanına gələnlər gümbuldatdılar özlərini burada. Otaya oxşur axı. Sən deyirsən ki, kravatı orada qoy, orada istirahət elə, orada yat. Mən dedim. Hə. Az qoyurlar başa düşsünlər ki, mən bu kravatım deyirəm. Mən bu öyüm həm otellikdir, həm klinikalıqdır, həm sportsaldır. Onu bir də. Hə? Onu bir də çəkirəm. Hə. Bir də gül. Gülümsə. Sən danışma gərək. Sən danışanda səsin düşür ora. Hadi düşməyəcək. Bax bir dəfə Onların mənim səsimə ehtiyacları var, sənin yox. onu düz danış da. Sən danışar. Hə, yaxşı, başla. Əziz həkim kollektivi, çox üzr istəyirəm. Mən bu qızın bir balaca kəmhövsələdir. Hə, nə üçün? Çünki o bilmir ki, klinika nədir. Bilirsinizmi? Mənim həyat yoldaşım Macbeth məni çox istəyir. Ölür mənim üçün, ürəyə gedir mənim üçün. O deyir ki, həyatda səndən başqa qadın yoxdur. Mənim üçün, o deyir. Hə, mən bunu sübut da eləyə bilərəm. Macbeth məni alandan sonra həkimdir, poliklinikadır, klinikadır, belə yerləri tanımayıbdı. Mən onu elə saxlamışam. Qızı da oldu, Allah sünkləri də saxlasın.
Bu da bilmir klinika nədir, həkim nədir. Çünki mən yaxşı arvad olmuşam. Mən ərə də, övlada da yaxşı qulluq eləyən həm həyat yoldaşı, həm də ana olmuşam. Mama, Və seçmirəm. Niyə bizlə danışırsan, evdə danışırdın, bizlə danışırdın, papanı da qatdın, məni də qatdın söhbətə. Az, mən bilirəm nə danışıram. Götürəm indi bu zadı vuraram təpəvə, sən çək, sənə nə var? Özü sən danışma, səsin düşür sən ora. Çəkdi də buranı çəkdi, indi gedi o yana çəkdi. Yox, hələ çək. Yo, yo. Hələ sözüm Vallahi var. çəkdi, Hə, çəkdi. şişka oku, çək day. Gülüm. Mən qızımı evdə doğmuşam. Klinikaya aparmamışam. Ne üçün? Çünki mən mikrobdan qorxurdum. Nə yoldaşımı, nə də qızımı mən klinikaya buraxmamışam. Burası belə. İndi isə bu otaq haqqında təsəvvürünüz oldu da. Mama, çəkdim, valla çəkdim. Hamısını, otağa hamısını birdən çəkdim. Gedi o yana çəkək indi. Asliyan da gör nə deyirəm də sənə də. Çək onu bir dəqiqə. Daha bir qiymətli sizə təklif vermək istəyirəm. Hansı ki bunu ata övladına verməz. Mən sizin yerinizə olsam, buranı klinika eləyəndən sonra bunun ağzında, yəni qapısında da, daha doğrusu ağzında, qapısında yazaram. Welcome to Sevda. Of ya, of. Bu klinika söhbəti hardan çıxdı, məhəbbət? Mən sənə bir dənə söz deyim, Bu Sevda bizi qovmaq üçün ağlına da nə gəldi eləyir bu evdə. Ay, ev onun. İstəyər klinika eləyər, istəyər qaraj eləyər, istəyər bagaj eləyər. Mən ona nə deyə bilərəm ki? Biz kimi ona nə deyək? Xalqın evi də oturmuşuq. Qovanda da qovacaq. Heç çıqqırımızı da çıxardanmanıq. Mən sənə bir dənə sən bayaq dedin mən qapıda durmaq, iş falan. Deyirəm bəlkə mühafizəçi işləyim orada məhəbbət, hə? Elə bir ki, xəstə yanına gələnləri, yaxınları zadı yoxdur. Onlar hayküyü qaparanda deyərəm, mən sakit dur, əməliyyat gedir. Nə başımı soxursan içəri. 2-3 ay belə işləyərəm. Sonra iynə vurmağı öyrənərəm. Olaram medsestradır. Medsestra yox, medbrat. Bir də ki, sənin təhsilin var, sən iynə vura bilərsən. Dedi, iynə işirdirsən ki, məhəbbət, iynə dedə nə olar ki? Mən sənə bir dənə söz deyim, əsas məhəbbət düzgün metqalamaqdır. Düzgün tuşladınsa, elə ki, iynədir də, düzgün metqaladın, vurdun, iynəni şiplisə qədər soxursan içinə, iynəni fıskırdırsan gedir, pisiyo da, nə var sonra pambıqla qəşən-qəşən belə oxalırsan, zor! Metqaya bax. Metqa əla söhbəti idi. Divara işbakrovka vurmursan, Kim sən tərəfə çönəcək, Medbrat, medsesraş, metqalırsan, vurursan. Ged işinə məşğul ola. Amma demirəm, qapıda yasda durarsan. Nə bilim, nəsə əldə, əyaqda apar gətir işlərinə səni qoymaq olar. Mən belə düşünürəm. Yenə bir işin qrupundan yapışa bilərsən. Fikirləşək də, fikirləşək görən nə qarırıq. Mama çəkirəm başda. Dik dayanmışam, Hə, əyilməmişəm. Yox, qəşəng. Üzümcə düşür. Əla, qızıllarına düşür. Gözlərim böyük düşür. Yox, yaxşıdır. Aha, başda. Mən sizə bir bacı kimi məsləhət görərdim ki, əgər o otağı platını palat eləsəz, bu otaq əladır baş həkim üçün. Əla otaqdır. Baxın. Görün necə gözəldir. Hər şəraiti var, hər belə. Mən sizin yerinizə olsam, katibəni də elə yanımda oturdaram. O yaxşıdır. Sizin çayınızı verər, ondan sonra kofenizi verər, sonra konfetinizi verər. Axırda da deyər, doktor, mənə görə daha nə qulluğunuz var? Mama. Ay mama. Gözümü çəkdin? Qrupunu Çəkdi mi? götür. Mama çəkdi mi? Sən danışıqlarına bu klinikaya oxşamır ha. Bu dəqiq klinikadır. Sənə nə var? Sənə nə var? Otumu qoyubla qabağıma, otda da sənə deyirəm çək. Da demirəm ki, mənimlə buradasan. Onların mənim məsləhətimə ehtiyacları var. Başa düşürsən sən? Çəkirəm. Çək. Aha.
Mama çəkirəm başda. Başladın? Hə. Hı. Gözüm falan bəla düşdü. Hə. Qoşunu. Hə. Hı. Aha. Yada düşər xatirələr. Mən bu evi tikdirərkən fikirləşirdim. Sevda xanım, sən ya bu evdə yaşayacaqsan, ya da bu evi klinikaya arendaya verəcəksən. Ay mama nə cəbə basırsan Ayda. Ağzıma gələn danışsan. Sən klinika ağlında idi ki. Ay Moltan oğlun qızı Moltanı, sənə nə var? Sənin neyvə lazımdır? Düzünə danışırıq da. Sənə açandan belə düzünə danışan olmusan. Ay imkan ver də. Amma ağlıma bir dənə bir sözlə gəldi. Sənə gəldi. Bax bu qapı var ha, bu qapı. Eşitmirəm, bəkdən danış. Ha bu qapı qalsın. Hə. Bəlkə ya orada ya burada bir dənə içərdən qapı eləyək ki, baş həkim da görsənməsin də o aradan gəlsin, gizlincə girsin otağa. Hə. Aralıqda görsənməsin. Hə. Yaxşı fikir də. Malades. Çək. Çəkim. Çək. Adımı çəkəcəyəm, qorxma. Mənə lazımdır elə onun boyun yorğanı. Klinika söhbəti hardan çıxdı? Başım çıxmır. Amma bir yandan baxanda bizə iş olacaq da, ha? Nə çoxdur klinikada iş. Yəni. Bax, bunun klinikadan ha, prostinyası var, yemək bişirməyə var, resepsiyonu var, qapıda durub soruşmağı var ki, kimin yanına gəlibsiniz? Yəni ki, ala termometri qoy qoltuğun altına. Belə söhbətlərdən çoxdur klinikada, hamımıza iş olar. Ondan sonra, müəllim, gözünüz aydın oğlunuz olub. Deməyi var, muştuluq almağı var. Bir dəqiqə, doğum evidir bəyən bura. Oğlumuz oldu, nədir? O, klinikada oğlan da olacaq, qız da olacaq. Sən bax, zada gedib o dar dokumentləri hardan alırsan? O şeyləri hardan götürsən? Asan xidmətdən, hamısı bir yerdədir də. Bu da olacaq asan klinika, hər şey olacaq, hər şey. Bax, məbəb. Mən öncədən sənə deyirəm. Mən burada klinikada bir dənə düzəməlli iş tapırsam. Yoxsa gəlib bütün günü hakim salacağım ki, mənim müalicə elədiniz, pulumu aldınız, yaxşı müalicə eləmədiniz mənim. Siz maşenniksiniz. Bax, bir sənə var, deyəcəm ki, qayçı qarnımda qalır. Eləyərsən. Eləyərəm. Yaxşı deyil ki, əlindən gəlməyəm. Mən eləyərəm. Amma sən bunları get Söydəyə denən. Eşitdin, mənlə işin olmasın. Getdənə sənə bir yaxşı iş versin, işləyəyin, qazanağın. Qaz vurub qazan doldurağın. Amma belə işim dalımızdan deyəcəkdilər, ha, klinika söhbəti yaxşı girdi araya. Pul gəlsin, mənim dəxli yoxdur mən. Əziz həkim kollektivi, əziz baş müəllim. Deməli, bu otağı da mən sizin yerinizdə olsam əməliyyat otağı da eləyə bilərəm. Əməliyyat otağıdır. Gəldiniz, yardınız, kəsdiniz, doğradınız, bağladınız, çıxdınız, getdiniz. İstəyirsiniz əgər istirahət otağı. Yəni əməliyyatdan sonra, xəstə qəbulundan sonra gəldiniz, boşuna atdın, yatdın, dincəldin, qutardı get. Bunu da eləmiyorlar. Amma ən yaxşısı mən misal olsaydım sizin yerinizə estetik otaq eləyərdim. Estetik operasiyalar otağı. Yəni buradan keçdin, ora yamadın, oradan çıxartdın, bura qoydun, burada götürdün, tamam yox elədin, belə bir şeyləri elədin. Bu hamısından yaxşı, yəni pul gətirən bir şey olar. Mama, həm də gün çıxar. Sən neyvə lazım kim asır, kim kesir, kim neynir? Klinikaya versən buranı. Neyvə lazım ver getsin də, özdə bilərlər neyniyərlər. Çək. Sən yaxşılıq olur. Çək, bilirəm. Başla. Mən bayaqları sizə tam demədim. Mənim həyat yoldaşım Maqbet komandirovkaya gedirdi. 3 illik. Qızım Sevgi isə 6 aylıq idi. Mən fikirləşdim, Sevda, Maqbet ya indi uşağı görməlidir, ya da ki 3 ildən sonra. Və belə qərara gəldim ki, həkimlərin yanına gedim, müraciət eləyim. Onlar Sevgini 6 aylıq götürdülər. Ona görə də Sevgi belə kəmhövsələ olduğuna görə mən dəfələrlə sizdən üzr istəmişəm.
Amma cəmaata nə lazım? Ölə. Xalqın kişilə danışsa ailə Əcəb elədim. həyatlarından. Yaxşı elədim. Aa. Yox mənim sözümü keçirsən. Klinikaya versən, bura ailə həyatımızı niyə danışırsan? bizə? Gül kimi təkliflər verirəm. Müəllim salam, necəsiz? Deməli, mamam dedi ki, bax bura bütün bizim ev asan klinika olacaq. Ona görə də mən istəyirəm hələ birinci otaqdan sizə göstərim ki, buranı nə etmək olar. Bax, buranı nağdı elə lazer otağı eləmək olar. Yəni bu çarpayını buradan götürmək, bunu buradan götürərik. Bura lazer üçün aparat nə lazımdır onu qoyarıq. Yəni bu dəqiqə dəbdədir də, kişilər də gələr. Yəni məsələn saqqalını kimi düzəltmək istəyir, kimi qaşını düzəltmək istəyir. Yəni onu özləri gəlib həll eləyərlər burada. Bəlkə də başqa kimin nəyə ehtiyacı var, orasını lazerlətdirər. Amma ki, yəni bu dəqiqə dəbdə olan bir şeydir də bu lazer. Yəni buranı nağdı lazer aparatı qoymaq olar. Çox uyğundur bu otaq. Hə. Yəni ki, baxın da belənçidir. Çox gözəldir məncə. Çox uyğundur. Bu arada mən də Sevda xanımın qızı tanışdığımıza çox şad oldum. Yəni uğurlu işdir, yəni pullu işdir. Gəlin bax bunda. Ay məhəbbət. Orada mənə bir iskan çay gətir ginən. Görmün bu gedənədən danışacaq. Can. Allah, çay. Ay maşallah. Can. Ağa, başqa vaxt qışqırıram, bağırıram, özümü öldürürəm, ürəyim xərab olur, çapalayıram. Səndən bir xəbər çıxmır, uluyuram. Nə tez gəldin? Başına dönərəm. Sənə heyran olaram. Yatanda da bizi fikirləşirsiniz. Halaldır sizə. Var olun. Boynum qarşınızda, qıldan nazikdir. Sağ ol. Amma mən səni fikirləşmirəm. Mən bu evi klinikaya verməyə, yəni kirayə verməyə fikirləşirəm. Səni yenidən mən. Amma yox. Lazım olsa boş da işləyərsən. Mənmi? Sənmi? Katibi də işləyə bilərsən. Söyda xanım, mənim katibə işləyən yaşım keçib. Katibə işləsən sizin fındafırışqa qızınız ona yaraşar. Az, səhər başını zaryətkaya qoymamsan ha. Ağzına gələn üzrə danışma ginən. Bildin? Müəllimə, o dediyiniz müəllimə çay gətirsin, belə onun arvadı. Mən gedib dədəmin xarabasında oturaram. Salam müəllim. Yenə də mən Sevdanın qızı Sevgiyi yəqin xatırlayırsınız. Deməli müəllim, belə deyim də, bax buranı nağdı masaj otağı eləmək olar. Yəni ki, yağla, balla, nə bilim, qaymaqla, şorla, lap elə kremlə də masaj eləmək olar. Yarım saat 50 manat. Yəni belə öyrətmək kimi olmasın, ya da ki olsun. Sizə ideyam mən verirəm. Hə, bax buranı, burada da çay payını götürmək olar. 2 dənə, belə də eləmək olar. 3 dənə masaj stolu qoymaq olar. Çox gözəl. Amma arada gəlib özünüz də masaj eləyin özünüz ki, yəni siz bu boyda klinikanı idarə edəcəksiniz də, yəni özünüzə relaks olasınız. Yəni qıraqda qoyun. Hə, bax qıraqda qoyun relaks musiqi, şamlar, bax buralarda o qıraqlarda küncdə şamlar qoyarsınız. Qıraqdan da musiqi çox gözəl, insanı rahatladır. Arada gözünüz gözəlliyi də görsün. Mən Sevdanın qızı Sevgi bir də deyirəm. Hə. Yəni ki belə. Yəni inşallah bu boyda sizə ideya verirəm, mənə də görərsiniz də. Hə. Deməyimə ehtiyac yoxdur məncə. Belə. Sizi bir də çəkim. Ümumi olaraq çəkeyim. Siz görün ki, indi burada nə qədər növbə olacaq. Mən sizə deyirəm. Hər vaxtınız xeyir olsun. Xəbərlər efirdədir. İstanbulda qeyri-adi hadisə baş verib. Dərdini danışmaq üçün getdiyi psixoloqu depressiyaya salan pasiyentə cinayət işi açılıb. Həkimin vəziyyəti orta ağır olaraq qalır. Bunun harası qeyri-adi hadisə oldu? Biri mənə desin də, dünyada bu qeyri-adi ola bilər. Çox şey, amma bizdə ola bilməz. Bizdə qardaş elə dərdlər var ki, psixoloq ona qulaq asar, dəsmal götürüb ağlayar. Bu nətər olur, nə danışır? Bu psixoloqlar bu necə keçir şeydən? Yəni bu axı dözümlü olmalı da normal. Elə bir ki, evdə beton dözümlü deyil. Bu hansı testlərdən keçib ki, bəs bunu hələ buna depressiya düşübsə, gör hələ bundan da ağır şeylər ola bilər, qardaş.
Bizdə elə şey yoxdur. Yaponiyada, deməli nətərdir? Yaponiyada əməli başlı iş var, əməlli başlı. Neyinsən? Başqa heç yerdə iş tapa bilmirsənsə, deyirsən qardaş. Gəlirəm yanıma, dərdini danış mənə. Dərdinin o ağırlığına uyğun mən sənə pul alacağam. Dərd elə bir şeydir ki, fərqi yoxdur bu gün tanımısan, tanımamısan. Heç indi də görmüsən avtobusda, ictimai nəqliyyatda kim kimi harda tutdu yükləyir. Fərqi yoxdur, məndən çıxsın. Bu da deyir qardaş, səndən çıxsın, problem yoxdur. Pulunu çıxar. Nə ürəyin istəyir sən qulaq asıram. Arada deyəcəm ki, can. Səndə günah yoxdur ha. Yəni səndən başqa hamıda günah var. Onu sən kimsə sənə deməlidir axı. Bizdə elə şey olar. Bizdə nətər yəni bu təsəvvür edin elə bir ki, bir dənə kişi əsəbləşir, bir qadındır gəlir, oturur deyir ki, sən dərdini danış, heç nə, mən səni yüngülüm. Bir dənə bu şey var, bu stand-up var, deyir ki, nömrəsini tutur qadının. Nəysə, onu sonra danışaram. Amma mənim elə dərdim var ki, mənə neçə vaxta deyirlər, get psixoloqa var. Mən sizə bir dənə söz deyim. Yəni, dəqiq bilirəm ki, oradan çıxanda mən ona təsəlli verəcəm, o mənə təsəlli verməyəcək. Ona görə də psixoloqlar işə götürəndə onun yük götürmə qabiliyyətini ölçmək lazımdır. Ana, o həkim bura gəlsə nə olar? Ha? Gəlsin bir dəqiqə məni üzbəüz otursun, mən danışım ona. Gör o dözə bilər, göz yaşları sel olar, cəmaatın önü su basar. Bir də nə var, nə danışım, nə inibsə, psixologun vəziyyəti ağırlaşıb. Ağırlaşım, bu qara gün nə inəsin? Bu nə zülm var, bunun nə günahı var? Eşidirsən, qonşuluqda 2 qat bayram. Nə deyir abi? Ova eləyir, kampaniyadır. Eşidirsən, gedirsən Ovaya. Sənə spisokda nə yazmışam, hamısını alırsan. Demək yazmışam, ya Siyazən broilerdən, yəni ki, ələmşah düyülərindən. Hər biri sənə qəşəng belə lotareyada şans qazandırır. Elə ki, aldın, gəlirsən, Oba Plus məbul tətbiqindən keçirdirsən kassada. Yəni ki, qəbizdəki o QR kodu lotareya.oba.az saytından oxudursan. Axırda lotareyada iPhone 17 Pro, telefonlar, paltar yuyan maşınlar, alış-veriş kartları, finalda böyük uduş, Çangan Unize avtomobil qazana bilərsən. Bəxtimiz gətirsən, heç olmasa birini udacaq. Udacaq, udmayacaq, yenə udacaq. Ona görə ki, Ovada məhsullar qənaətdir, keyfiyyətdir. Bundan harda var? Gedirsən, gəlirsən. Dediyimin hamısını alırsan, ha, eşitdin, yadında qalsın. Yəni ki, Siyazən broilerdən alarsan, elə Aləmşah düyüsündən də alarsan. Çünki hər birində şans var. Mən getdim. Getmədin, uçdun. İnşallah ki, sevincimdən burada oynayaram. Ay, mən onları udandan sonra, Çanqanı udandan sonra, burada mənim də ölümüm var. Getdim. Deməli müəllim, baxın, bura bizim həyətdəki evimizdir. Baxın, çox da genişdir məncə. Bu bizim işləyənlərimiz, necə deyirlər, çalışanlarımızdır, həyətə baxanımızdır, biş-düş edənlərimizdir, yığışdıranlarımızdır. Bir xəbər eləsən, 3 gündə başımızı, gözümüzü sada düzəldək. Ay məhəbbət, televizora çıxmısan, klinika müdirinə göndərirəm. Başa düşdük də, klinikanın müdür adam deyil. Evvel gəzdirək də bu. Bu dirəşib bu da. Bax ki, sən narahat olma, özü gəlib əli gezdirəcək, sən narahat olma, bir imkan ver cümləmi tamamlayım. Deməli müdür, baxın, buranı dərman yığıb ambarda eləmək olar, polnu, yəni ambar üçün yer var, gözləmə zalda eləmək olar. Belə. Gözləmə zalını bax, gətir bura. Bu da mən, bir dəqiqə gözlədim. Bu da bizim çalışanımız. Salam müəllim, nətərsiniz, necəsiniz? Sizə bir şey deyim, elə düz eləyib buranı klinika eləyirsiniz. Burada onsuz da xəstələr yaşayır. Başı sarvat olan, ərindən küsən, əri rusetdə olan, qarnı qutdu, dədəsindən, anasından küsən. Kimlər var burada, kimlər. Elə tam klinikalıqdır ha, mən sizə bir söz deyim. Mənim də əlimdən hər iş gəlir, yemək pişirməkdən tutmuş, adam əhəlləşdirməyə qədər. Bəli, hər işimizi bacarıq, tükənsən. 2 kəlmə ver, mənim sözüm var ona. Müəllim, salam aleyküm müəllim. Müəllim, bax,
Bu bağ-bağatan tutmuş, həyət bacaya baxmaqdan tutmuş, qarolçaya qədər hər şey bizlikdir. Nə bilim, bu nasırka daşımaqdır, bint bağlamaqdır, pambıq tıxamaqdır. Onu da mən necə lazımdır bacarıram, lazım olsa canla başla hazıram burada. Bacarana bax. Yaxşı. Sevgi. Həyəti yaxşı şəklinə. Eşidirsən? Deyinən, bax, bura skameykalar qoymaq olar. Xəstələrin oturması üçün yaxşıdır. Ondan sonra o ki var, skorip olmuş maşınları yerləşdirmək olar. Həyət genişdir, xəstələr özləri elə gezərlər o başa, bu başa, bu başa, o başa. Bax belə. Yaxşı? Yaxşı. Bir də salam. Deməli, mama deyir ki, yaxşı bir təklif verir. Dedi ki, bax, buralar var ha, bax, buralar. Burada bir, haradasa 2-3 dənə skamerka qoymaq olar. Xəstələr oturub həkimlərin polunu qiymətini qıra bilər də, yəni başa düşdünüz. Deməli, indi mən sizə yuxarıları göstərmək istəyirəm. Deməli, yuxarıda bizim yay zonası var. Yəni ki, yay üçün nəzərdə tutulan hissədir bura. Burada basen var. Xəstələr, yəni istədilər vaxt girib çimə bilərlər. Çiməndən sonra da indi yay dediyi, qış deyə qoymamışıq. Yayda biz lijankalar qoyuruq. Lijankalarda uzanıb dincələ bilərlər istədikləri kimi. Və o tərəflərdə də, o tərəfdə görürsünüz, orada kebab olan zonadır, manqalini. Elə bil ki, xəstələr ki, cavabları analizə yaxşı çıxdı, inşallah, heç kim xəstələnməsin. Onda onun qohum əqrəbələri orada kebab çəkib qeyd edə bilərlər. Yəni belə. Yəni hər küncündə hər şey eləmək olar. Belə. Tapdım. Bismillah. Az məni xəstəliyə tutacaq. Məni xəstəliyə tutturacaqsın. Səni xəstəliyə tutacaqsana. Neyi tapdın? Mama. Bax. Ağlıma bir dənə bomba fikir gəlir. Nə? Gəl bu evi verək mala. Tövlə eləyib buranı. Mal qoyun saxlaya. Yox da, indi ağzıma öyrəşib də hamı mal deyir. Mol. Molda elə bir ticarət mərkəzi, gir qolma. Ticarət mərkəzi də elə bil, bizə necə? Məntiqlə fikirləşəndə çox pul gətirən bir şeydir. İndi məşhurdur. Birinci mərtəbəni nağdı veririk pal-palta, geyim. İkinci mərtəbə restoran, üçüncü mərtəbədə kino teatr. Adını da qoyuruq Sevda Mol. Elə qoy günlə Atoğun adında Magnet Mol. Vallahi, bu yaxşıdır da. Qoyarsan Magnet Mol. Yığmısan Sevda Mol əlindən. nə qoyursan? Yığmısan əlindən onda da. Aton mənə dağlar çəkdi. Mən bu günlər gör nə fikirləşirəm. Götürdü mənim kimi civənəzəni, mənim o çiçək açan dövrümdə məni qoydu, qaçdı getdi susuz. İndi təsəvvür elə ki, gülə, çiçəyə su vermirsən. O susuz quruyub gedəcək də, yıxılacaq da. Mama, elə bir ki, bu söhbəti danışmamışıq. Heç elə belə bir şey olmur. Yaxşı, yadından çıxıb mən başqa şey fikirləşirəm. Gəl gedək. Biz də burada niyə dayanmışıq? Buna baxır. Hadi baxmır, gəl gedək içəri. Bu qonşu həyətdə zad eləyib. Sən də ki, onu almışam, güdürsən, qonşu gəlib gedəni hələ. Bəli. Müəllim, sevgi sizə bax, hər yeri göstərdi də, çəkdi, həyətdən tutmuş mansarda qədər. Ay, sağ olun. Onda da siz yubanmayın. Bax, bu nədir onun adı? Alətlərimizdir, canım səhərci xalatlarımızdır, nasilkalarımızdır, o iynələrimizdir, pambıqlarımızdır, spirtlərimizdir. Bunların hamısını yığın, bu günləri getirin. Bu günləri getirin. Yox, sən Allah deyə, hələ xəstə üçün darıxma, deyəcəyəm sizə. Xəstə üçün darıxma, 23 dənə dəlini təzə yola salmışam. Heç nə, deyirəm, yəni ki, siz ondansa sabahları aparaturanı gətirin. Sonra bu burun kəsəndir, qaş qaldırandır, boğaz qaşıyandır, o nə bilim, çənə kəsəndir, ondan sonra zaddır, nədir ora, boğaz uzadandır. Tükəkəndir, tük qırxandır. Bu həkimləri getirin, gəlin. Bunları getirsiniz, yaxşıdır. Sonra Allah qoysa, inşallah da o biri gündə cigərdir, ötdür, böyrəkdir, bağırsaqdır, ürəkdir, nə bilim də belə içalat həkimlərini mən məsləhət görürəm ki, o günü getirərsiniz.
Necədir sizin üçün? Əla, əla, əla. Onu da gözləyəcəyəm. Gözləyəcəyəm. Oldu. Sağ olun, çox sağ olun. Çox minnətdaram. Xahiş edirəm tələsin. Da bu işi çox soğutmayaq. Oldu. Hamıdan göçək mənəm, amma heç danışmıram. Hamıdan göçək mənəm, heç danışmıram. Gəl. Mərbət! Can. Ay can. Aa! Yaxşı atağızıva. Sonra yeyərəm. Nə, biz neynəmişik? Biz bu günləri Qeybət eləməmişik. eləyək də. O da aşağı. Doktor deyən. Badam bacı gəldi. Təzə söhbətlər var, onda eləyək də. Deməli müəllim, bax göstərdiyim kimi də o otağı məsələn çamaşırxana da eləmək olar, çox yaxşıdır da. Yəni orada məsələn xəstələrin, həkimlərin, tibb bacılarının hoşunda onların hamısı paltarlarını yuyub sərmək olar, ütləmək də olar hətta. Ya belə də ona uyğundur. Hətta sizə deyim ki, belə indi açıq danışarlar, doğum otağı da eləmək olar, amma daha özünüz bilirsiniz nəyi necə eləmək lazımdır. Mən onu oracan bilmirəm. Lap dərinə gedəndə şofer otağı da eləmək olar. Hər şey belə ağlınıza gələn hər cür şey eləmək olar o otaqda. Çox gözəl otaqdır. Məncə ən geniş otaqdır. Yəni belə bir məlumat da verim sizə ki, hətta bu indi ağlıma gəldi. Bir özünüz üçün belə gizli otaq da eləmək olar. Yəni pərdə aradan götürməyib özünüz nə düşündünüzsə odur. Yəni belə də müəllim, yəni məncə çox uyğundur o otaq mən dediklərimə. Baxın da indi qərarsınız. İndi yandı. 500 da. Durun. Xoş gəldiniz. Gel büyünlük 500 da. Ay Allah. Kimsə qaldı yığıb sürmədiyiniz? Fikirləşirəm ki, görürsən dalınca danışmadığımız kim qaldı? Bayaq sənin dalınca nə var mamandan danışdıq. Mən də bayaq mama ilə sənin dalınca danışdım. Sən atoğu da ağ yuduq qara sərdik mamanla. Biz də telefonda qardaşım Bakir'in tərsizliyi haqqında danışdıq. Bir dənə qüdrət yarımçıq qaldı, onu da sabah bitirərik. Tamam. İndi biz duraq Bakirlə gedək. Siz də mənim dalımca nə var danışarsınız. Büyünlük bəsi. Durun dağılışın. Ay yoruldum ay Allah. Eşkin məhəbbəti düşüb canıma, qanalı göz yaşını sil qanoyalım. Eşkin məhəbbəti düşüb canıma, qanalı göz... Geçirdi biz bir an kimi. Her gün yenilenip olduk yepyeni. Bu bizim
yeni bir oba. Bu bizim obamızdır. Bu da ilk dostumuz balaca bala. Səmimi mehriban, on elin qonşusu. Sizinlə yanbayan, on elin qonşusu. Ən yaxında olan, on elin qonşusu. Hər zaman əl çatan, on elin qonşusu. Səmimi mehriban, on elin qonşusu. Sizinlə yanbayan, on elin qonşusu. Ən yaxında olan, on elin qonşusu. Hər zaman əl çatan, on elin qonşusu. Oba! Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macərası serialı bitdi.